Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Dambovski. Narsistləri, xüsusilə də narsist kişiləri analiz etməyə davam edirik. Nəyə görə narsist kişilər? Çünki daha çox 90% hallarda təxmini rəqəmdir bu. Narsist kişilər daha çox rast gəlinir. Narsist xanımlarsa nisbətən daha azdır. Kişi-qadın modelindən gedəcəyik. Belə ki, bir xanım öz narsist sevgilisinə, nişanlısına və yaxud da evli olduğu həyat yoldaşına nə isə bir şeyi etdirmək istəyir. Təbii ki, bunu məcburiyyətlə yox, xahiş etmək istəyir. Bu nə dərəcədə effektli olar? Və bu həqiqətən də bir xanım tərəfindən ağlı səlim bir davranışdırmı? İlk öncə ümumi məsələyə baxaq ki, istənilən münasibətdə iki şey ən öndə gedəndir. Birincisi, sərhədlər, hansı ki, göstərir ki, səninlə necə rəftar eləmək olar, necə olmaz və yaxud da sənə nə uyğundur, sənə nə uyğun deyil və ya sənin istəklərin, arzuların, yəni onlar və onların limitləri. Belə ki, narsist sistematik olaraq münasibətdə olduğu xanımı ilə necə istəyir elə rəftar edir, onun sərhədlərini zorluyur və üstəlik də onun istəkləri, arzuları və kriteriyalarını, əgər xəstədirsə xəstəliyini, bir sözlə hər şeyini ignor edir. Digər tərəf isə məsuliyyət tərəfdir. Yəni ki, istər məişət zəminində, istər pul qazanmaq zəminində, istər vəzifə və borc məsələsində məsuliyyət almağı narsistlər qətiyyən istəmirlər və rədd edirlər. Və istəyirlər ki, bütün onun da məsuliyyətini məhz xanım alsın. Məsələn, işdə gəlir, işdə problemi var, hansı ki, xanımla heç bir əlaqəsi yoxdur, xanımın üzərinə yükləyir və o onu dinləməyəndə və yaxud da şikayət edəndə xanımı başlayır günahlandırmaq. Sən kifayət qədər mənə qayğı və diqqət göstərmirsən. Bir sözlə sərhədləri ihmal edir, məsuliyyəti isə almaq istəməyərək digər tərəfə yükləyir. Və belə bir sual çıxır. Bu durumda bir xanım narsistə nə isə bir şeyi xahiş edə bilərmi və bunun nə anlamı ola bilər? Xahiş etməyinə xahiş edə bilər, amma bunun nəticələri olacaq. Əgər bir xanım narsist kişiyə bir şeyi xahiş eləyərsə, bir şeyi etməsini xahiş eləyərsə, deyək ki, dükana get filan paltar al və yaxud da evdə necə deyirlər, yemək var, onu qoy qızdırmağa və yaxud da get filan yerdə deyək ki, tok elə bir ki, rozetka xarab olub onu təmir elə. Bir çox şeylər ola bilər. Bu durumda xanım nə ilə qarşılaşacaq? Narsist ya ümumiyyətlə qəti şəkildə yox deyəcək, cəhənnəm ol, mənlik deyil. Ya hə deyib, sonra öz bildiyini edərək etməyəcək və soruşanda ki, nəyə görə etmədin, başlayacaq bəhanə uydurmağa, yadımdan çıxdı, vaxt yox idi, fikrimdən tamamilə çıxıb. Bir sözlə, burada artıq əsasən passiv agresiya rol oynayır. Ya da qəsdən, şuurlu şəkildə o işi yarımçıq edəcək və ya da ən pisi bir işi tamamilə yanlış edəcək. Bu axırıncı elə bir ki, bəndlər yarımçıq etmək və yanlış etmək ona görədir ki, o mən bacarıqsızam şuarı altında psixoloji müdafiə olunsun. Yəni deyir ki, mənə iş tapşırmadı, mən bacarıqsızam, heç nə bilmirəm. Normal insanda belədir ki, hətta o işi yarımçıq görsən də və yaxud da yanlış görsən də insan öyrənməyə meyilli olur. Yəni insan deyir ki, bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir və öyrənir gələcəkdə və öz həyat yoldaşına qarşı, yəni verdiyi sözə qarşı, əgər bir şey edəcəksə, daha məsuliyyətli davranır. Amma narsistə deyir ki, mən bacarmıram, bəs də varmı sözün? Belə deyir ki, sən ona bir iş tapşırmayasan. Və əslində ən pis variantı daha var. Yəni, ən pis variantı narsist xanımın xahişini yerinə yetirir. Lakin burada da yenə 3 senari mövcud olur. Ya yerinə yetirəndən sonra
davamlı olaraq xanımın başına bunu qaxar ki, bax, sənin üçün filan şeyi almışdım. Sənin üçün necə deyirlər, nə bilim, razetkamı təmir elədim, yeməyi pişirdim. Hər dəfə başına qaxır, heç etməsə ondan yaxşıdır. Ya da əslində istəmədiyi şeyi etmək onun üçün çox ağır gəldiyinə görə bunun intiqamını bir şəkildə xanımından alır. Yəni, məsəl üçün, keyfi xoş olduğu halda qanını həddindən artıq çox qaraldır və yaxud da deyək ki, durduq yerdə dava qırğın salır. Yəni, hər bir vasitə ilə bunu edə bilər. Və yaxud da demonstrativ şəkildə başqa qızlara baxır. Ay, filan xanım nə yaxşı geyinib, məsəl üçün. Ya da bir digər variant da var. Xanımdan qat-qat artığını istəyir. Bu xüsusilə cinsi mövzularda özünü daha çox göstərir. Yəni, xanım ki, cinsi mövzularda, yəni onun sərhədləri var da, elə şeylər var ki, onun üçün ümumiyyətlə qəbul edilməzdir. Bu sadəcə bir misaldır. Bu başqa mövzular da ola bilər. Amma ən çox rast gələnləri bunlardır. Elə şeyi xanımdan istəyir ki, xanım üçün o utanc vericidir. Xanım üçün tamamilə bu iyrənc mənbəyidir və onun dəyərlərinə qətiyyən uyğun gəlir və o məcburiyyət qarşısında, yəni axı narsist ona yaxşılıq eləyib axı, bunu etməyə çalışır. Burada digər məsələlər də var. Bir də görürsən, narsist könüllü şəkildə hər şey edir. Heç xanım gözləmir, gəlir ona, deyək ki, bir maşın hədiyyə edir. Bir deyək ki, hansısa ev işini görməyə başlayır. Bu durum daha təhlükəlidir. Yəni, bilin ki, gələcəkdə daha artığını özdə əvvəlkindən də çox sistematik şəkildə, xroniki şəkildə istəyəcək. Yəni, burada başa qalxmaq məsələləri, daha artığını istəmək məsələləri daha güclü, dəhşətli və mənfur olacaq. Məsələ burasındadır ki, bir digər variant da var ki, narsistə məcburiyyət qarşısında istədiyini etdirmək olar. Məsələn, siz onu ayrılmaqla təhdid eləsəz, boşanma ilə təhdid eləsəz, bəli, bir müddət narsist kişi məliyə dönüb istədiyinizi edə bilər. Lakin bu yenə də bir döngüdür. Yenə də o bir dəqiq bilsə ki, siz zarafat eləyirdiniz, ondan ayrılan deyilsiniz. Artıq o biləcək ki, bütün bunların hamısı oyundur. Yenə də eyni döngüyə qayıdacaq. Sizdən artığını istəyəcək, sizdən intiqam alacaq, sizin necə deyirlər, hər şeyi başınıza qaxacaq. Yəni, bu sıqıl yenə nə olacaq, gəlib sizə qayıdacaq. Ona görə narsistdən nəsə bir şey istəmək, yəni, bu ağır bir bədəl deməkdir və ağlı səlim bir məsələ deyildir. Diqqətinizə görə minnətdaram. Sağ olun.